Salam əziz izləyəcəyimiz və dəyərli müştərilərimiz. Hazırda növbəti müştərimizin adresindir. Azadlı Metrobus tərəfdə. Gördüyünüz kimi köhnə Kitain Hisense televizordur. Bunu bizim yeni nəsil gələn aparatımızın vasitəsilə smarta çevirdik. YouTube, Google Chrome, Play Market hər şey dəstəkləri oldu, ağıllı sistem. Ən əsas məsələ də evin içindən kabel TV çəkmədən, cross növ antenədə ehtiyac olmadan, təkcə evinizdə internet olmaq şərti ilə ən seçkin, ən baxımlı bütün kanalları tam şəkildə yazdıq, təhvil verdik. Və gördüyünüz kimi bu bizim rəsmi lisenziya paketimizdir. İldə bir dəfə ödəniş eləməklə bütün kanalları rahat şəkildə istifadə edirsiniz. Azərbaycan ayrı, kino kanalları ayrı. Hamısı yəni seçmə kanallardır. Rusiya interfus paketidir, Türk ümumi kanallardır, uşaqlar üçün adlı yenidir. Ən seçkin bəlgesəl, təbiət kanallardır. Yəni tam şəkildə hamısı var. Prosta burada bir dənə sıxıntı var idi. Sıxıntı nə idi? Əsas ana modem köhnə modemdir. Normal internet ötürə bilmir. Kitain modemdir. Ben göstərim sizə. Gördüyünüz kimi bu modemdə bu olduğuna görə biz öz routerimizi qoyduq yeni nəsil. Həm 2.4 həm də 5G-ni dəstəkləyən. Bunu qoşandan sonra əvvəlki vəziyyətdə 15 megabit verirdi. İndi hal-hazırda tam şəkildə həm pinkin sürəti də normaldır, 10-a düşdü. Plus da 50 megabit tam şəkildə sürət ötürdüyünə görə də kəsintisiz rahat şəkildə istifadə edəcəklər inşallah. Xeyirli olsun. Yəni sizdə də belə sıxıntılar olanda peşəkarcasına sizin üçün adresdə tam şəkildə belə qoşub təhvil verə bilərik zəmanətlə.